Lənkəranın Diriyan kəndində təxminən 1000 nəfər əhali yaşayır. Kənd kiçik olsa da burada illər boyu formalaşmış, yazılmamış qaydalar mövcuddur. Uzun müddət bu qaydalar xüsusilə qızların təhsili ilə bağlı ciddi məhdudiyyətlər qoyub. Son illərə qədər Diriyan kəndində qızların oxuması, ali məktəbə qəbul olunması, təhsil almaq üçün şəhərə getməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb, bəzən isə açıq şəkildə xoş qarşılanmayıb. Ənənəvi düşüncə tərzi qızların erkən yaşda ailə qurmasını və ev həyatına uyğunlaşmasını daha üstün sayıb. Məhz belə bir mühitdə böyüyən Mehmanə Mirzəzadə bu stereotipləri qıraraq Diriyan kəndində ilk ali təhsilli qadın olub. O, qarşılaşdığı çətinliklərə, sosial təzyiqlərə və qınaqlara baxmayaraq təhsil yolundan dönməyib. Ali məktəbi uğurla başa vuran Mehmanə müəllimə üçün təhsil təkcə şəxsi nailiyyət deyil, həm də bir məsuliyyətə çevrilib. Bugün Mehmanə Mirzəzadə vaxtilə şagird kimi daxil olduğu məktəbə artıq müəllim kimi qayıdıb. Onun bu qayıdışı təkcə peşəkar uğur deyil, eyni zamanda kənd üçün mühüm bir mesajdır. O, öz nümunəsi ilə sübut edir ki, qızların təhsil alması nə ənənələrə ziddir, nə də cəmiyyət üçün təhlükədir. Əksinə, savadlı qadınlar kəndin inkişafına, uşaqların düzgün tərbiyəsinə və gələcəyin formalaşmasına töhfə verirlər. Mehmanə Mirzəzadənin hekayəsi Diriyan kəndində düşüncə tərzinin tədricən dəyişməsinə də təsir göstərir. Bugün onun dərs dediyi siniflərdə oturan qız şagirdlər üçün o, sadəcə müəllim deyil, həm də ümid və motivasiya mənbəyidir. Onun uğuru göstərir ki, ənənələrlə yanaşı təhsilə də yol açmaq mümkündür və bu yol kəndin gələcəyini daha da işıqlı edə bilər. Dilbər Vüqar qızı, Bölgə TV. Qızların oxumağına o qədər vicana yanaşırdılar ki, və onların bacarmadığına özlərini inandırmışdılar. Əsas odur ki, ailəm yanımdaydı. Ona görə mən düşündüm ki, bu çəpəri aşacağam. Öz məqsədimə çatacağam və bir gün hamı görəcək ki, tək oğlanlar yox, qızlar da oxumalıdır və bu oxumağı bacarmalıdır. Maddi biraz düzdür, çətinliyim oldu. Kənd əhalisi gördüyünüz kimi, yəni çətinliklərimiz çoxdur. Yol problemi, qalmağa şərait yoxdur, gedib gəlməyə şərait, imkanımız yoxdur. Amma yəni ki, bugün buradayamsa deməli, hamısını aşmışam. Burada qızlara motivasiya olmaq istədim. Yəni, mən bugün müəllim olaraq fəaliyyət göstərməyim qızlarda böyük bir motivasiya yaradır ki, oxuyub həm də çalışır. Ki, qızların ali təhsil almağına mən çox sevinirəm. Bu təkcə onların, mənim uğurum deyil, bu bütün kəndin uğurudur. Hal-hazırda, məsələn, Nailə İsayeva hüquq fakültəsində təhsil alır. Bu məni çox sevindirir. Biz bir kənd olaraq onlarla fəxr eləyirik. Çox yaxşı olar ki, qızlarımız təhsil alsınlar. Müəllim, həkim fərq eləmir hansı peşə, əsas odur peşələrini sevsinlər.